McDonald's-a atla gələn müştəriyə xidmət göstərilməyib. Bildirilib ki, rəhbərlik həmin yerdən sifarişin yalnız maşınla götürülməsinə icazə verir. Sosial şəbəkələrdə yayılan görüntü izləyicilər tərəfindən müzakirələrə səbəb olub. Maşınla ancaq götürürük. Bu da nəqliyyat vasitəsidir. Mənə nəqliyyat vasitəmdir. Necə? Salam bey. Aleyküm salam. Qardaşım beləncə alınmayacaq. Niyə? Səbəb nədir? Kimsə bağlı. Bura ancaq maşının içində. 44 günlük Vətən müharibəsinin iştirakçısı Vüsal Məhərrəmoğlu Əliyev vəfat edib. 27 yaşlı Vüsal Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasına dəyişib. Bildirilib ki, o bugün qəsəbə qəbirstanlığında dəfn olunacaq. Vüsal Əliyevin ölüm səbəbi açıqlanmayıb. Gəncədə avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Nəticədə 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən yolda dünyasına dəyişib. 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı Nail Məmmədov və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.